Bilirdin ki, ABŞ-ın Maduroya qarşı əməliyyatından əvvəl təlim üçün onun iqamətgahının eynisini quraşdırıblar. Videonu bəyən, kanala abunə ol. Mən isə bütün dünyanın danışdığı məsələ ilə bağlı məlum olanları danışacağam. Xüsusi əməliyyata hazırlıq bir ay əvvəldən başlayıb. Amerika kəşfiyyatı Maduronun harada olduğunu, gündəlik vərdişlərini, təhlükəsizliyinin hansı səviyyədə olduğunu, qoruma məntəqələrini və hərəkət trayektoriyasını izləyib. Bu məlumatlar süni peyçlər və dronlar vasitəsilə əldə olunub. Hətta planın uğurlu alınması üçün Maduronun Karakasdakı iqamətgahının eynisi xüsusi təyinatlılar üçün sıfırdan hazırlanıb. Onlar orada sınaqlar həyata keçirdib. Əməliyyat necə başlayacaq, necə davam edəcək və necə bitəcək? Əməliyyat planlaşdırılanda Karakasın havası da nəzərə alınıb. Buludsuz hava şəraiti əməliyyatın keçirilməsi üçün o qədər də uğurlu vaxt olmayıb. Çünki belə havada kəşfiyyatçıları aşkarlamaq olardı. Buna görə də əməliyyat yanvarda buludlu bir gecəyə təxirə salınıb. Əməliyyata ümumilikdə 150-dən çox hərbi və kəşfiyyat təyyarələri cəlb olunub. Bu, döyüş və müşahidə uçuşlarını əhatə edib. Havaya həm də F-35 döyüş təyyarələri və B-1 strateji bombardmançı təyyarələri qaldırılıb. İlk işi helikopterlər görüb. Onlar Maduronun iqamətgahını qoruyan hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. Daha sonra xüsusi təyinatlılar iqamətgaha daxil olaraq Maduronu və həyat yoldaşını yataq otağında həbs edib. Əməliyyatçılar çıxışda az da olsa müqavimətlə rastlaşıb, lakin onları havadan olan dəstək qoruyub. Maduro və həyat yoldaşı Silya Flores helikopterlərlə ABŞ desant gəmisinə gətirilib. Oradan isə ABŞ-a aparılıblar. Bununla da Venezuela diktatoru Nicolas Maduronun saxlanması əməliyyatı başa çatıb. Belə videoların çox olmağını istəyirsənsə, mikroskopa iyanə edərək dəstək ola bilərsən.